Kim xoşbəxt bir həyat yaşamaq istəyirsə, qoy Allah üçün yaşasın. İnanın, Allahla yaşamaqdan daha gözəl bir həyat yoxdur. Bunu həqiqətən səmimi qəlbdən deyirəm. Allahla olan həyat, bu olduqca çox gözəl bir həyatdır. Çöldən bəli, bu həyat çətin görünə bilər. Amma yox, bu çətinliklər sən xoşbəxt olasan deyə verilib. Bu sınaqlar səni olduqca istənilən müsibət qarşısında güclü edər. Bu cənnətdə sənin həqiqi məmləkətində krallığının tikintisidir. Ona görə də Allahla yaşamaqdan daha gözəl bir həyat yoxdur. Sıxca belə deyən insanları eşidərik. Namazımı qılıram, ana atama yaxşı davranıram, amma bununla bərabər həyatımda rahat deyiləm. Nə düzgün bir iş tapa bildim, nə uyğun bir həyat yoldaşı qarşıma çıxdı. Davamlı içində olan imtahanları saydığını görərsən. Sonra bundan daha təhlükəlisi belə deyər: filankəs namaz qılmaz, Allahdan uzaq, amma rahat bir həyat yaşayır. Yox, o sənə rahat görünə bilər. O sənə rahat görünsə belə, həqiqətdə əsla rahat deyil. Dünyada verilənlər Allahın sevgisinin bir ölçüsü deyildir. Dünya heç bir zaman Allahın quluna olan sevgisinin ölçüsü olmamışdır. Əgər ölçüsü olsaydı, bütün dünya nemətləri Peyğəmbər sallallahu aleyhi və səlləmə verilərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm həyatında çox əziyyət gördü. Ona kahin, yalancı, dəli, sehirbaz dedilər. Düşünün ki, övladları ard-arda vəfat etdi. Ömrünün sonunda sadəcə qızı Fatimə həyatdaydı. Bir adamın bütün ailəsini dəfn etməsi böyük bir azıdır. Yanında sadəcə qızı Fatimə qalmışdı. Əgər dünya həyatı Allah sevgisinin bir ölçüsü olsaydı, onu Peyğəmbər sallallahu aleyhi və səlləmə bol-bol verərdi. Ancaq bu dünya bir imtihan yurdudur. Allah sevdiyi qullarını imtihan edər ki, qiyamət günü onlara böyük mükafatlar versin.